Duolingo daha rahat şəkildə, yəni evi tərk etmədən kompüterin qarşısına keçib onlayn şəkildə 1 saat ərzində imtahanı verə bilərsiniz. Tələbələr Duolingonu daha asan eşidib, bəzən də bu qarışıq salırlar, oyun var Duolingo və sertifikat imtahanı. Duolingo proqramında gəlirlər, veriblər ki, odur. Xaricdə bir çox ölkələrdə Amerika, Almaniya, Kanada, Avstraliya kimi ölkələr qəbul edir. Şaincast'ın 4-cü buraxılışına xoş gəldiniz. Bugün yanımızda ingilis dili müəlliməmiz Səbnə müəllimə var. Səbnə müəllimə xoş gəldiniz. Xoş gördük. Səbnə müəllimə, istəyərdim ki, suallara keçməzdən qabaq birinci sizi tanıyaq. Səbnə müəllimə kimdir, haralarda təhsil alıb? Mən Səbinə Gülməmmədova, Azərbaycan Xariclər Universitetində ingilis müəlliməsi olaraq bitirmişəm. 5 ildən çoxdur ki, ingilis dili müəlliməsi olaraq fəaliyyət göstərirəm. Şirin Akademiyada 2 ildən artıqdır. Burada mən general dərsləri, Aptis, Duolingo və IELTS dərsləri keçirəm. Bugünkü mövzumuz Duolingo imtahanıdır. Səbnə müəllimə, bildiyiniz kimi hal-hazırda xarici təhsil almaq istəyən tələbələrin verməli olduğu imtahanlardan biri də Duolingo imtahanıdır. Sizə ilk sualım belə olacaq ki, Duolingo imtahanını nəyə görə tələbələr üstün tuturlar və bu Duolingo imtahanı ilə hansı ölkələrdə təhsil almaq mümkündür? Duolingo Azərbaycanda bildiyimiz kimi ada məktəbi və ada universiteti qəbul edir. Məktəblərə və universitetə vermək mümkündür. Xaricdə bir çox ölkələrdə Amerika, Almaniya, Kanada, Avstraliya kimi ölkələr qəbul edir Duolingonu. Fərqi nədir digər sertifikatlarda, imtahanlardan? Duolingo daha rahat şəkildə, yəni evi tərk etmədən kompüterin qarşısına keçib onlayn şəkildə 1 saat ərzində imtahanı verə bilərsiniz. Və qiymət baxımından da digərlərinə baxmış daha sərfəli, $70 ödəyib imtahana daxil ola bilərsiniz. Burada digər sertifikatlardakı kimi bütün sectionlar yoxlanılır. Speaking, reading, writing bacarıqlarımız yoxlanılır və niyə üstün tutulur tələbələr? Çünki burada məsələn writing və speaking sectionları daha qısa müddətlik, 5 dəqiqə sizə vaxt verir yazmaq üçün. Yəni buna görə tələbələr üçün bu daha asan seçimdir. Səbnə müəllimə, bayaq da qeyd etdiyiniz kimi bu imtahanı onlayn şəkildə evdən vermək mümkündür. Heç yerə getməyə ehtiyac yoxdur. Lakin tələbələr bu imtahanı evdən edərkən nələrə diqqət etməlidir ki, imtahan keçərsiz sayılmasın? Bu da çox verilən suallardandır. Çünki tələbələrin çox problemi yaşanır burada. Və evdən onlayn şəkildə verə bilirsiniz. Biz tələbələrə əvvəldən başa salırıq ki, necə etmək lazımdır, hara girmək, bilet almaq, yəni onları başa salınır. Sadəcə imtahan verərkən kompüterin kamerası, mikrofonu, bunlar hamısını əvvəldən yoxlamaq lazımdır. İmtahan zamanı arxada heç bir proqram açıq olmamalıdır. Hazır söz yazılma formaları mövcud olmalı deyil. Bundan sonra yüksək şəkildə bir də bəzən deyirlər ki, məsələn, naushnik istifadə etmək olar mı? Yox. Orada çünki qulaqlar, göz, baş açıq şəkildə görünməlidir ki, siz rekord olur. Və bunlara riayət olunarsa, cavab 24 saat ərzində, yəni qısa bir şəkildə cavabınız çıxır. Bəzən 2 dənə bilet almaq olur, bu zaman daha endirimli olur. 2 bilet alsa, yəni birincidə imtahan keçərsiz sayılarsa, yəni vaxt verilir, ikinci imtahanda iştirak edə bilərlər. Duolingo imtahanı vermək üçün tələbələrin səviyyəsi nə olmalıdır və ən çox çətinlik çəkdikləri hissə nə olur Duolingo imtahanında? Bu maraqlı sualdır, çünki çox bizə problem bundan yaşanır. Tələbələr Duolingonu daha asan eşidib, bəzən də bu qarışıq salırlar, oyun var Duolingo və sertifikat imtahanı. Duolingo proqramında gəlirlər, veriblər ki, odur. Amma bu onun üçün tələbə başlamaq üçün B1 strong olmalıdır ki, biz başlaya bilək. Çünki burada olan qarşılaşıqlar vokabulary, speaking, writing taskları B1 strongdan başlayır. Yəni aşağı olmamalıdır bundan aşağı. Və ən çox qarşılaşdıqları problem də yəqin writing. Çünki bütün digər sertifikatlarda bizim əsas problemimiz writing sectionunda olur. Amma əsas dərslərimizi biz 8 dərslik, yəni proqramdır IELTS dərsləri. Və əsas üstünlüyü verir writing və speaking tapşırıqları. Və vokabullarımızı artırmaq. Yəni bunlar hamısı eyni anda gedərsə və bizim xüsusi proqramımız var ki, real imtahan sualları əsasında işləyirik və onun əsasında bir aya, yəni ki, skorumuzu artıra bilirik. Bəzi tiplər veririk, bəzi necə ola bilər ki, siz balınızı artıra bilərsiniz. Yəni kifayət edir 8 dərs. Səbnə müəllimə, çox sağ olun gəldiyinizə görə. Çox sağ olun sizə. İnşallah ki, yararlı olduq sizlər üçün. Düşünürəm ki, bu rubrikamız da tələbələrimiz üçün çox yararlı olacaq. Şaincast'ın 4-cü buraxılışının sonuna gəldik. Əgər siz də ingilis dili səviyyənizi yüksəltmək və yaxud da xaricdə təhsil almaq üçün IELTS, TOEFL və yaxud da SAT imtahanına hazırlaşmaq istəyirsinizsə, akademiyada keçirilən dərslərimizə qoşula bilərsiniz. Gələn rubrikalarda növbəti qonağımızla görüşənədək. Kaçamalıyım. Bravo.